Hər kəsə salamlar. Yeni bir vlog başlayıram. Videonu izləmədən öncə kanala abunə olun. Bacım gel bizi qonaq çağırıb, ona görə də hazırlaşırıq ki, ora gedək. Bu arada bu paltarı bacımın nişanda da geyinmişdim. Həmin video 24 min izlənib. Yeri gəlmişkən də bu paltarı bacımın toyunda da geyindirmişdim Banuya. Paltarı nə qədər mümkündürsə geyinməyi məsləhətdir. Onsuz da böyüyəndən sonra geyinə bilməyəcək. Hara gəlsən Banu? Denən Rəhimə gilə gedirəm. Gedərkən də əli boş getmirik. Azanın belə bir möhtəşəm tortunu aparacağıq. Başqa yerlərdən də tortlar sınamışam, amma ən bəyəndiyim tort Azada olur həmişə. Karamelli tortu çox dəhşət sevirəm. Təzə pişiklərdir. Bəbə pişiklərə bax. Pişiyimizin də 6 dənə balası var. Eləmə, eləmə. Aralarında bir dənə boz pişik var, o çox gözəldir. Buradan görsənmirlər. Hamısında gözü göydü. 2 aya yaxındır paylaşım eləmədiyimə görə kanalın aktivliyi dəhşət düşüb. Yeni və daimi izləyicilərimdən xahişim kanalın aktivləşməsi üçün çoxlu yorum, like etsəniz sevinərəm. Kanalı izləməyə alın. İnşallah böyük bacımın ad gününə hazırlaşıram. Onun üçün şam və şokolad buketi və başqa hədiyyəm də olacaq. Havalar istiləşdiyinə görə yəqin ki ad günü həyətdə eləyəcəyik. Daha maraqlı olacaq. Getmək üçün biz böyük maşın sifariş elədik. XL maşın. Burada rahat hamımız otura bilərik. Gəldik, çatdıq. Gəldin, çatdın mı xalagilə? Çıx Banu. Balaca bacım bitkiləri sevir, ona görə də görsüz hər pləkanın arasına belə balaca dibçəklər yığıb. Rəhimə çox gözəl süfrə hazırlayıb. Maşallah çox səliqəlidir. Buketdə verdiyim gülləri hələ saxlayım. Hamısı bu dətindəndir, bastırma ediblər. Deməli qızlar, başıma gələn bir hadisəni sizə danışım. Tələbə yoldaşım bilirdi ki, mən şamlar hazırlayıram. Mənə şəkillər atdı ki, buradakı şamlardan düzət. Onun atdığı qəlblər arasında heç biri məndə yox idi. Əvəzində başqa şəkillər atdım, arasından birini seçdi, amma mütləq hərf formasında şam istədi. Mən də başqa səhifədən hərf formasında şam sifariş elədim, o da C hərfi idi. Razılaşandan sonra da həmin qızdan ödənişi tələb eləyəndə istədi ki, sifarişi mən nisyə eləyim. Həmin qızın da çox yetərincə gözəl imkanlı olduğunu da bilirdim. Ödənişi istəyən kimi dedi ki, hə onda qalsın, istəmirəm. Mən də C hərfi yerinə sifarişimi dəyişdim, E hərfi elədim, yəni böyük bacım Elnaranın adına. Bu şamın yanında ürək formasında şam da hazırlayacağım. İnşallah onu da görəcəksiniz. Hədiyyə paketi vermişlər ki, bunu aldım şeydən. Doğrudan. Karacadan almışsan, çox keyfiyyətlidir. Neçəyə veriblər bunu? 54 manat idi, amma mənə 40 manat indirim çəki vermişlər. Üstünə 14 manat qoydum, bunu aldım. Karacadan da. 40 manatını elə bir ki, özləri ödəyiblər, 14 manatını da sən vermirsən. Həla. O birlər getdi, stəkan zad aldım, mən getdim belə bunu götürdüm. Bunu işdən veriblər sənə? Karac. İşdən hədiyyə, Karacan hədiyyə kartını işdən hədiyyə ver. Gedin götürdü, 40 manatını istəyirəm. Əla. Bu piroqu da Rəhimə bizə özəl bişirib. Çox gözəl görsənir, dadına baxacağıq mütləq. Banu paltarı çox gözəl yaraşır əyninə, amma ki bilirəm ki, yemək yeyəndə üstünü batıracaq. Ona görə də paltarını dəyişməli oldum. Yaxın vaxtlarda nişan videosuna belə bir yorum gəlmişdi. Oxuyanda mənə o qədər xoş təsir elədi ki, belə bir yorumu görmək. İzləyənlər bilir ki, biz nişanı evdə keçirmişdik. Və izləyici də həmin video baxaraq onlar da evlərində nişan keçirdiblər. Evdə dekor seti, paylama şokoladları özləri hazırlayıblar bizdəki kimi. Düzdür, evdə nişan keçirmək yorucudur, amma evində geniş yer varsa, məncə evdə keçirmək daha yaxşıdır. Fikirləşirəm ki, nişanda çox adamın olması vacib deyil, əsas toyda olur onsuz da. Yəni nişan toydan fərqlənsə daha yaxşıdır. Bizim evimiz də belə baxanda çox geniş deyildi. Hətta xınayaqda videomuza baxanlar yerin darısqal olduğunu belə yazmışdılar. Keçdik növbəti günə. Burada artıq istədiyim o boz pişiyi sizə göstərə bilərəm. Ən xoşuma gələn bu pişikdir, boz rəngli olan. Mamalar da buradadır.
Fikir verirəm ki, biz neçə ildir pişiklərə heç ad qoymuruq, rənginə görə çağırırıq. Amma əvvəllər olsaydı mən bütün pişiklərin hərəsinə bir ad qoyurdum. Ən sevdiyim pişiyim də Vasya idi. O öləndən sonra başqa heç bir pişik istəyə bilmədim. Bu arada Temudan bəyənmədiyim yubqamı geri qaytarıram. Belə bir koddur. Üzərinə yapışdıracağam. Kağızı biraz böyük çıxardıblar, amma o üzərinə yapışdırmaq olar. Bir şey sevindim ki, qaytarma yerini sizə ən yaxın Starix bölməsi kimi qeyd ediblər. Əvvəl birinci dəfə mən qaytaranda belə deyildi, yəni çətin idi yeri. Belə olmağı amma çox rahatdır. 2 dənə Voltla pizza sifariş vermişəm, gedib baxaq görək necədir. İkisinə bir yerdə 19 manat pul ödədim. Çatdırılma pulunu ödəməmişəm. Yəni pulsuz gətirdilər. Üstündə ödənişi 22 manat 40 qəpik yazılıb, amma mən 19 manat 35 qəpik ödəmişdim. Yəqin ki, Voltun özü ödəyib qalan hissəni. İçini açdıq, gördük ki, pizzalar dağılıb, görürsünüz nə vəziyyətdədir. Yəni Voltla çatdıranda sürücü aşırtıb töküb içinə. Biri margarita pizzadır, biri də Sezar pizzadır. Götür bağını, götür. Qaşıqla biraz düzəltməyə çalışdım ki, bərabər yeyə bilək, yoxsa hamısı bir tərəfə yığılmışdı. Əslində mən pizzanın yanında Pepsi xoşlayıram. Pepsi yox idi, onun yerinə kola içirik. Videolar çəkərkən elə bilirəm ki, uzun çəkəcəm, yəni elə bilirəm ki, çox olacaq. Amma qısalda görürəm ki, çox qısa alınır videolar, ona görə də neçə günün vloqunu birləşdirirəm. Əlimdə gördüyünüz zefiri ata-bana üçün alıb, 2 dəfədir mən də sınayacağam. Elə düşünürəm ki, elə marshmallow deyilən bir şeydir, yəni Azərbaycanca zefirdir. Elə bildim ki, rəngləri fərqlidirsə, dadları da fərqli olacaq hər birinin, amma hamısının dadı eynidir. Düzünü desəm, dadını heç bəyənmədim, çox şirindir, bir də dadı başqa cürədir, yəni marshmallow kimi deyil. Hərəsindən biri dişlədim ki, dadlarına baxım, gördüm ki, hamısında dadı eynidir, sonra da qaldı, artıq heç yeyə bilmədim. Hamımız yenə ailəvi yığılmışıq, ata da belə bir gözəl saç bişirib. Ocaqda pişən yeməklərin yerini həqiqətən də heç nə vermir. Yenə bir xatırlatma edeyim, kanala abunə olmağınızı sizdən xahiş edirəm. Onu bəyənib və yorum yazın ki, yenidən kanal aktivləşsin. Yemək kanalı üçün yenə bir kontent çəkirəm. Həyətdən bəzi səslər gəlirdi, yəni arxa fonda onun yerinə mən quş səsləri ilə əvəz elədim ki, daha təbii alınsın, kənd həyatı videolarına oxşasın. Yəni onlar kimi videoda danışmıram, ancaq işlər görürəm və çalışıram ki, təbii səslər olsun. Həmin videoya da girib daxil olub baxa bilərsiniz. Qutabı necə hazırlamışam, onun reseptini qeyd eləmişəm, videoda baxa bilərsiniz. Həmin kanalda abunələrim çox azdır. İnşallah zaman keçdikcə, videolar çoxaldıqca orada da abunələrim artar. Həmin kanal üçün nə qədər reseptlər götürmüşəm, inşallah bir-bir onları da hazırlayacağam, video çəkəcəm. Amma bir şey arasında qalmışam ki, dietik reseptlər və normal reseptlər də var. Sizin fikrinizcə dietik reseptlərdə həmin kanalda paylaşsam yaxşıdır, yoxsa ki, ayrıca onun üçün kanal açım? Yəni ikisini də eyni kanalda paylaşmaq olar, yoxsa ayrıca yaxşıdır? Banı da gördü ki, mən qutab eləyirəm, o da istədi ki, mənim kimi eləsin. Xəmirdən biraz banıya da verdim ki, başı qarışsın. Qutabı mən qiyməti ilə xoşlayıram bişirməyi. Yəni qarın qutabını sevmirəm, ancaq qiyməni əvvəlcədən qovururam, içinə qoyuram. Ona görə əvvəlcədən bişirirəm ki, içindəki ətlər tam bişsin, çiğ qalmasın. Düzünə qalsa göyərti qutabını elə də sevmirəm, ancaq bişən zaman bəlkə yeyərəm, o da içində göyərtiləri az olsa, yəni qalın təbəqə olanda xoşlamıram. Qutabın hər şeyini birinci dəfədir ki, özüm eləyirəm. Bundan əvvəl təkcə bişirmə prosesinə mən baxırdım. Yaymaq və içini doldurmağa evdə başqaları eləyirdi. Ona görə də bilmədən içindəki göyərtiyə mən 1 çay qaşığı duz atmışdım. Bir də gördüm ki, xəmiri yayana qədər gördüm hamısı su salıb yığılıb. Bir tas doğranan göyərti yığılıb balaca bir boşqab boyda olub. Sən demə duzunu əvvəlcədən vurmaq olmaz. Qutabın xəmirin içinə qoyduqca duzlamaq lazımdır. Yəni əvvəlcədən duzlayanda su salır, yığılır. İlk dəfə olduğu üçün də bunu təcrübə eləmiş oldum. Görəndə ki, göyərtilər az gəlir və xəmir də çoxdur, yenidən həyətdəki göyərtilərdən belə doğrayıb yenə də qutab üçün içlik hazırladıq. Ata göyərti qutabını zirinclə sevdiyinə görə içinə biraz da zirinc əlavə elədik. Gördüyünüz kimi duzu belə vaxtda dökmək lazımdır, yəni əvvəlcədən dökmək olmaz. Göyərtilərin hamısını bitirəndən sonra 10 dənə kündə qaldı, ondan da yuxa hazırladıq. Tablayıb hamısını da bişirəndən sonra üstünə biraz sumaq əlavə edib yeyəndə gördüm ki, çox gözəl tam alındı. Qutabları sacda da bişirmək olardı, amma belə bizə daha rahat oldu. Bu peç babamın qaldığı evinin peçi idi, onu çıxartmışdıq, qoymuşduq qaraca. İndi də gətirdik, həyətdə qoyduq, belə rahat bişirə bildik. Arxa fonda da oynaq mahnılar qoymuşdum, toy mahnıları qoymuşdum. İndi YouTube-un özündə qoymaq olmur, çünki telif haqqı var. Ona görə də yemək kanalında gördüm ki, arxa fonda mahnılar düşür, onu yerinə götürdüm. Quş səsləri falan qoydum ki, biraz təbii alınsın.
Videonu bacardığım qədər uzatdım. Amma yenə də qısa video alındı. 10 dəqiqə 41 saniyəlik video olacaq. Yəqin ki, gələn vloqlarda daha da uzun eləyə bilərəm vloqları. İzlədiyiniz üçün də çox təşəkkür edirəm. Videoda sizə nələr maraqlıdırsa, onları yaza bilərsiniz. Nə cür videolar çəkməyimi istəyirsinizsə, onları da qeyd eləyin. Çalışaq videonu 100 like edək. Əgər 100 like keçərsə, vloqda daha tez gələcək. Yalnız sizlərin sayəsində mən bunu edə bilərəm. Ona görə də çoxlu sizdən dəstək gözləyirəm. Yorumlarınızı bol edin və abunə sayını da maksimum həddə qaldıraq. Görək bu il ərzində mən nə qədər abunə toplayacağam.